Əziz izləyicilər, bugünkü dərsimiz fonetikadır. İlk dərsdir. Fonetika nədir? Fonetika danışıq səslərindən bəhs edən bölmədir. Fone səs deməkdir. Mikrofon, diktofon, telefon kimi sözlərdə də istifadə edirik bu sözü. Fonetika sözündəki fone sözü də həmin sözdən gəlir. Tika da elm deməkdir. Fonetika səsləri öyrənən bölməyə deyilir. Yəni Azərbaycan dilində səslərin xüsusiyyətlərini öyrənən bölmə fonetika adlanır. Fonetika danışıq səslərini öyrənir. Nədir bu danışıq səsləri? Danışıq səsləri bizim danışarkən istifadə elədiyimiz səslərə deyilir. Danışarkən mən hər hansısa bir söz işlədirəm. Bu işlətdiyim söz nədən ibarətdir? Hərflərdən. Hərflər neçə yerə bölünür? Saitlər və samitlər. Fonetikadakı bu danışıq səslərinə aiddir saitlər və samitlər. Saitlərin və samitlərin özünə aid bir sıra xüsusiyyətləri var. Deməli, danışıq səsləri bölünür iki yerə. Saitlər və samitlər. Saitlər və samitlər bölünür iki yerə. Saitlər tələffüz zamanı ağız boşluğunda heç bir maneəyə rast gəlmir. Məsələn, mən deyirəm a, o. Hava axını daxildən, nəfəs borusundan necə gəlirsə, ağız boşluğundan da o formada da çıxır. Amma mən samitləri tələffüz edəndə, məsələn, m, b, p desəm, ya da m, b, p bu formada deyəndə dodaqlar bir-birinə dəyir, diş dodaqlara dəyir, dil damağa dəyir və müxtəlif maneələrlə həmin o hava axını qırılır. Ona görə də sait və samitin birinci fərqi budur. Biz ona görə hərfləri iki yerə bölürük, saitlər və samitlər. Saitlər maneəyə rast gəlmir, samitlər isə maneəyə rast gəlir. Saitlər maneəsiz səslərdir. Samitlər isə maneəli səslərdir. Daha sonra saitlər uzanır. İstədiyimiz qədər saitləri uzada bilərik. Uzanır. Samitlər isə uzanmır. Məsələn, nəfəsimiz çatdığı qədər A-nı uzada bilərik. Söz tərkibində yox, ayrıca sait olaraq, hərf olaraq. O, e, istədiyimiz qədər uzada bilirik. Samitləri uzada bilmirik. Uşaq bəzən deyir ki, niyə mən deyir uzadıram, b. Orada uzatdığı səs yenə saitdir. Yəni, yenə biz samiti uzada bilmirik. Daha sonra saitlər heca yaradır, vurğu yaradır və musiqili səslərdir. Musiqili, yəni avazlı olur. Heca yaradır, hecanı biz saitlər vasitəsilə tapırıq, vurğunu yaradır və musiqi ilə tələffüz olunan səslərdir. Samitlər isə bunların əksi. Heca yaratmır, yaranmağında iştirak edir. Vurğu yaratmır, musiqili və avazlı olmur, sadəcə küylü olur. Küylü olan səslərə biz samitlər deyirik. Bunlar saitlər və samitlərin fərqidir. Azərbaycan dilində 32 hərf var. Bunun 9-u saitdir, 23-ü samit hərfdir, 34 səs var, 25 samit səs var. Həmin o iki artıq səs nədir? K ştrix və K ştrix. Biri K səsini verir, biri də iş səsini verir. Azərbaycan dilində olan 9 sait və 23 samit hərf 25 samit səsdir. 9 sait də özü müxtəlif qruplara bölünür. Saitlər bölünür 3 qrupa. 1. Qalın, incə. 2. Açıq, qapalı. 3. Dodaqlanan və dodaqlanmayan. Qalın və incə saitlər. Niyə biz bu saitləri qalın, incə, açıq, qapalı və dodaqlanan, dodaqlanmayana bölürük? Bunun da səbəbi var. Saitlərin qalın və incə olmağının səbəbi bizim dilimizin quruluşudur. Yəni,
dilimizin üfüqi vəziyyətinə görə. Qalın saytlar deyəndə dil gedir arxaya, incə saytlar deyəndə dil gəlir önə. Səs müəyyən qədər incə tələffüz olunur. Qalın və incə saytların fərqi budur. Qalın saytlara aiddir a, I, o, u. İncələrə e, ə, i, ö, ü. Açıq və qapalı saytların fərqi isə dilin şaqul vəziyyətidir. Açıq saytlar deyəndə ağız açılır, çənə düşür aşağı. Qapalı saytlar deyəndə ağız bağlanır, çənə qalxır yuxarı. Açıq saytlara aiddir a, e, ə, o, ö. Qapalı saytlara I, i, u, ü. Açıq saytlar deyəndə ağız açılır a, e, ə. Qapalıları deyəndə mən ağzım bağlı da qapalı saytları tələffüz edə bilirəm. Məsələn deyirəm ki, i, u, ü. Yəni ağzımızı açmadan belə qapalı saytları tələffüz edirik. Bəzən uşaq deyir ki, mən deyir ağzı açıq da tələffüz edə bilirəm. Məsələn ağzımızı bağlayıb qapalı şəkildə a deyə bilmərik. A, başqa bir səs çıxacaq. Və yaxud da ki, ağzımızı açıb I deyə bilmərik. I, fərqli bir səs çıxır. Tamamilə başqa bir səsin qarışığı çıxır. Bir də belə yolla yadda saxlaya bilərsiniz. Açıq saytların hamısının başı belə yumru formadadır. Qapalı saytların isə hamısının üstü açıq formadadır. Dodaqlanan və dodaqlanmayan saytlar isə dodaqların vəziyyətinə görədir. Dodaqlanan saytlar tələffüz edəndə dodaqlar uzanır, yumru bir forma alır. Dodaqlanır. Dodaqlanmayan saytlar isə rahat tələffüz olunur və ağız sərbəst bir hal alır. Dodaqlanan saytlara aiddir o, u, ö, ü. Dodaqlanmayanlara isə a, e, ə, I və i. Bunlar saitlərin təsnifatıdır. Daha sonra gəlir sait birləşmələri. Sait birləşmələrinə aiddir. Əgər iki sait bir-birinin yanında gəlibsə, tələffüz zamanı mütləq ki, orada bir dəyişiklik baş verəcək. Bunlara aiddir. Bütün qoşa saitlər. Fərqi yoxdur. Hansı sözdə qoşa sait yan-yana görsəz, oradakı saitlərdən biri düşür, digəri uzanır. Saat olacaq saat. Bəzən uşaqlar tələffüz zamanı yazır saat, camaat. Olmaz. İki saitin arasına h samiti və ya başqa bir samit artıra bilmir, əgər eyni saitdən söhbət gedirsə. İkinci bir qayda isə a, i, ə, i, o, i. Daha sonra bunların əksi i, a, i, ə, bir də i, o. Bundan əlavə a, ü. Bu saitləri harada görsək, tələffüz zamanı ortasına, yəni iki saitin arasına y artırılır. Məsələn, deyirəm ki, təbiət, i-ə. Burada sait var. Olacaq təbiət. Tələffüz zamanı iki saitin arasına biz y artırırıq. Və yaxud da ki, təqaüd. Tələffüz zamanı olacaq təqaüd. Bu uzanmağı bildirir qoşa nöqtə. Burada da a, ü saiti yanaşı işlənir. Arasına y artırırıq. Bunlar sait qoşalıqlardır. Sonra gəlir samitlər. Samitlər iki yerə bölünür. Cingiltili samitlər və kar samitlər. Cingiltili və kar samitlərin bir-birindən fərqi nədir? Cingiltili samitləri tələffüz eləyəndə səs telləri iştirak eləyir, müəyyən musiqi yaradır. Musiqili səslər deyil, amma cüzi də olsa musiqi yarada bilir. Kar samitləri tələffüz eləyəndə heç bir musiqi olmur. Sadəcə kürdən hava axını ilə yaranır və musiqisiz səslərdir. Cingiltili və kar samitlərində bir-biri ilə qarşılıqları var. B, qarşılığı P. Hər bir samitin özünün qarşılığı var. Ç, D, P, K, K, F, X, Ş, Ş, G, K, L, M, N, R. Bunların qarşılığı yoxdur. F,
Y-nin qarşılığı X', Z, S. Bir də H samiti var ki, bunun da cingiltli qarşılığı yoxdur. Deməli, 5 samitin qarşılığı yoxdur. Bunların 4'ü cingiltilidir, biri isə kardır. Belə də yadda saxlaya bilərsiniz kar və cingiltili samitləri. Cümlə biraz anormal ola bilər, amma buradakı bütün samitlər kardır, yerdə qalan bütün samitlər isə cingiltilidir. Bu cümlədən əlavə ştrixli samitlər də kardır. Yerdə qalan bütün samitlər cingiltili samitdir. Bir də fikir verin, bütün qarşılıq samitlərin tələffüz forması eynidir. B, P, ikisində də dodaqlar bir-birinə toxunur. Və yaxud da ki, D, T, ikisində də dil dişə toxunur. Ğ, X, hər ikisində boğazda sanki hava axını yığılır. Yəni, bütün samitlərin tələffüz formaları bir-biri ilə eynidir.